Xərçəngdən bir nəfər qorxur yazıb, bu məsələ aydınlıq gətirirəm. Salam oğul, öskürürəm, 2 aydır, qızdırmam 37,4. Düşmür, qorxuram, xərçəng olmasın, kömək elə oğul. Qızdırma düşmürsə, bədəndə nəsə iltihabi bir proses var. Nəsə var. Bu müddət ərzində düşməyibsə əgər. Tövsiyə edirəm ki, bir 100 qram hələlik tut yarpağı alın. 100 qram da qantəpər bitkisi. Hərəsindən 1 xörək qaşığı 3 stəkan suda 5 dəqiqə qaynadırsınız. Səhər, günorta, axşam yeməkdən yarım saat qabaq bunu içirsiniz. Bir neçə gün için, bir həftə, 10 gün için inşallah ki keçər. Keçməsə, gedin bir yoxlanın. Daxili orqanları yoxlatdırın uzi ilə ən azından. Sonra plevraya uzi ilə baxıb göstərin. Deyin ki, plevradan mayeyə zada baxsınlar, bir rengindən keçin, ciyərlərə zada baxın. İndi bilməzsiniz, plevraya mayeyə zad yığılar, qızdırma verir, məsələn, qarın boşluğunda, harasa bir iltihab prosesi olanda belə bir şey olur, qızdırma olur. İnşallah ki, tut yarpağı ilə keçər, iltihabı götürər. Amma xərçəngdən qorxmayın. Yəni, ümumiyyətlə, bu videonu niyə çəkdiyim, bu qorxu sözünə görə, mən o xəstəliyi mən sevirəm. Rəbbim şahiddir ki, sevirəm. Niyə sevirəm? O mənə həyat tərzimi öyrətdi. O mənə sağlam qidalanma necə olmalıdır, onu öyrətdi. O mənə yatmaq hansı vaxtdan, hansı saatlara qədər olmalıdır, onu öyrətdi. O mənə yürüyüşü öyrətdi. İsti soyuq su terapiyasını öyrətdi. Özümə, ailəmə, yaxınlarıma və cəmiyyətə faydalı vətəndaş olmağı öyrətdi. İnsanlara mən bugün məlumat verirəm. İnsanların bugün sağalmağını kömək eləyirəm onlara. Bilirsiniz nə deməkdir? O eləyib mənə. Qorxmayın ondan. Sevirəm mən öz xəstəliyimi. O mənim üçün nemət idi gəldi. Bunu Rəbbim mənə bəxş elədi.